Salidə Şəmməd qızının Kiçik Bədii Nəsri kitabının rəhbərlərindən biri, filologiya doktoru, professor, Nizami Adana Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyat Şöbəsinin müdürü Məmməd Əliyevə söz verir. Məmməd Əliyevin üsulları bayaqda sayır. Çox sağ olun. Bu il artıq 3-cü, 4-cü məclisdir ki, Sahidə xanımla bir yerdə keçirdirik. Son vaxtlar Sahidə xanımın ədəbi yaradıcıları əlbəttə ən çox söz-söhbətə yaxşı mənada səbəb olan ədəbiyyatşünas alimlərimizdəndir. Sahidə xanımın ümumiyyətlə tədqiq obyekti müstəqillik dövrü əsasən Azərbaycan ədəbiyyatıdır. Lakin onun ədəbi yaradıcılığı bunlarla məhdudlaşır. Bir də görürsən ki, Sahidə xanım bu sərhədləri aşaraq Türkmen şairi Məhdumqulu Fəraqinin yaradıcılığından gözəl onun ictimai siyasi baxışlarına məqalə yazır, elmi jurnallarda çap elətdirir. Bəzən görürsən ki, Qazax alimi, akademik Muxtar Aydovun həyat yaradıcılığından bəhs edir. Bəzən də görürsən ki, Qazaxstanda əlbəttə ilk müharibçi yazarlardan biri olan Abay Kumanbayevin yaradıcılığından danışır. Yəni, demək istəyirəm ki, Sahidə xanım həmişə axtarışdadır, yaradıcılıq axtarışlarındadır. Və doğrusu, son vaxtlara qədər mən gözləmirdim ki, Sahidə xanım bədii yaradıcılıqla məşğul olur. Əlbəttə, bu təbii hadisədir. Ümumiyyətlə, təcrübə göstərir ki, ədəbiyyatşünas alim o vaxtı yazıları inandırıcı, elmi nöqteyi nəzərdən əsaslandırılmış olur ki, o özü bədii yaradıcılıqla məşğul olur. Bədii yaradıcılıqla məşğul olmaq əlbəttə ki, Sahidə xanımın necə deyirlər, yaradıcılığında son vaxtlar üzə çıxan, təzahür edən məsələlərdən, problemlərdən birisidir. Yəni, demək istəyirəm ki, ədəbiyyatşünas alim, ədəbi əsəri və yaxud bir ədəbi şəxsiyyətin yaradıcılığını təhlilə çəkərkən özü bu ədəbi yaradıcılığın ağır acısını duymuş olur. Yəni, ədəbi yaradıcılığın sürət yaratmaq, mövzu axtarışlarında, mövzuda yenilik, obrazlar qarada yaratmaq əlbəttə çox çətin məsələdir. Şəxsən mənim özümdə, öz aləmimdə belə bir fikir var ki, bir romanı, hansısa bir bədii əsəri başa gətirmək, əlbəttə ki, doktorluq dissertasiyasından heç də geri qalmır. Mən əlbəttə ki, burada uğurlu bədii əsərlərdən danışıram. Odur ki, həm əlbəttə ədəbi yaradıcılıqla, ədəbiyyatşünaslıq problemləri ilə, xüsusilə ədəbiyyat nəzəriyyəsi məsələlərlə məşğul olmaq, həm də bədii yaradıcılıqla məşğul olmaq əlbəttə çoxlarına qismət olmur. Və bu cəhətdən alqışlayıram Sahidə xanımın yaradıcılığını və şübhəsiz bu hər iki kitab onun gələcək yaradıcılıq taleyini istiqamətləndirir, yaşıl işıq yaptırır. Çünki əlbəttə mən çox güman edirəm ki, Sahidə xanım hələ gəncdir, yazıb yaratmaq arzusu onda çox güclüdür və gecə-gündüz çalışsa, əlləşsə də bunlarla kifayətlənmir. Odur ki, ona yaradıcılıq, gələcək yaradıcılıq üfüqləri, uğurlarını arzu edirəm. Arzu edirəm ki, belə tədbirlərdən də çox tez keçəcək. Çox sağ olun.